Hər kəsə salam millət. Bu günlərim mən gedirəm Çexiyaya. Amma Çexiyadan əvvəl Avstriyada olacağam, Vena şəhərində. Və yol boyu bütün macəralarımızı sizlə bölüşəcəm. Bu gün də mənim yanımda dostum Ayxan. Rigadan uçuruq Avstriyaya. Hal-hazırda Avstriyaya uçuram. Ayxan, uçuş haqqında fikirlərin necə idi? Bomba kimi. Çox qəşəng aviakompaniyadır. Bəli. Çox da qəşəng flymas. İndi çıxmışıq. Gedirik Avstriyaya, Venaya gedən avtobusa minməyə. Avtobusun da qiyməti təxmini 10-20 evro arasına kimi dəyişir. Salam aleyküm. Gedirik Viyana'ya. Gedirik yam-yam eləməyə bir dənə. Neydi o? Fərhad dönəri yanına yedik. Fərhad dönər. Rigadan basa-basa geçmişik Fərhadın dönərinə. İndi train tiketləri aldıq. İndi qatarla gedirik Venaya. 2 nəfər 8 evro elədi hardasa. Təxmini 8-80 elədi. 1 nəfər 4 evro 40 sent. 8 yox. Bu bizim 8-9 manat arası. Axırı ki gəldi. Düşmüşük. Və indi gedirik hostla. Belə şəhər saat bu vaxtlarda artıq saat indi 19:40. Demək olar ki, heç bir insan tapmaq olmaz şəhərdə. Təkdən-tükdən adam var şəhərdə. Alman standartları gedir burada. Alman vətəndaşları da çoxdur və xarici miqrantlar da çoxdur. Biz indi türklərin küçəsindəyik. Türklər ən çox türk olan küçədir bura. Belə. Hal-hazırda otelə yerləşdik. İndi bizə pulsuz welcome içkilər veriblər. Welcome drink. Bizə isti şərab götürdük. Dadına baxaq. Yəni bildiyimiz isti şərabdır. Oldu və biz indi şəhərə gedirik. Ən populyar olan yerlərə və sizə yenə çəkib göstərəcəm hər şeyi. Deməli uşaqlar, mən Ayxanla burada türk mağazası tapdım. 3 dənə albeni aldıq, bir dənə qazoz aldıq, 4 dənə simit aldım. Mən bir simit sevən kimi. Axırıncı dəfə Norvegiyada yemişdim simiti. O da bu dadı vermirdi. Amma yəni bu özüdür də, yəni. İndi Fərhad dönərin yanına gəldik. Budur Fərhad dönər. Fərhadın dönərindən yeyəcəyik indi. Bu da Fərhad dönər. Sıraya baxın. Məsələn bu quyruq bir dənə bura gəlmək üçündür. Yəni bildiyimiz Azərbaycan dönərləri kimidir. Sabah gözləmək. Çox adam var. Çox adam var. Nə deyirsən, nə fikirləşsən? Yeniyəm. Başqa dönər burada yoxdur da. Başqa dönərlərəm? Burada var idi. İlkim dönər, Fərhad dönər, təsəvvür edin bura deyilənə görə Almaniyada, bir də Avstriyada ən məşhur dönərdir. Çox adam dönərə görə bura gəlir. Gördüyünüz kimi də hamısı da türkdür işləyənlər. Uşaqlar, sırada gözləyirik. Bizi çayla ikram elədilər, türklər demişkən, ikram elədilər. Bir çay verdilər, armudu stəkanda, özü nəyə də var, yəni bomba. Qəşəng çay. Hə. Nə fikirləşsən bu barədə? Gözləyək. Gözləyək. Daha ucu çay verir. Daha ucu çay verirlər. Hə, gözləmək lazım.
Bu da sıra, gözləyirik. Ayxan da bu vaxtı çay içir. Sən simitlə nə gedərdik? Göt simit. Göt simitlə. Allah doydurmaq istəmirəm qardaş. Deməli, dönər götürdüm mən və Ayxan da dönər götürdü lavaşdan. Bir də ayran. Nətərdir? Ayran bomba kimidir. Dadına baxırıq millət. Sonra sizə deyəcəm. Deməli, əziz dostlar, tiket aldıq. Biz indi gedirik buranın mərkəzinə. Tiket aldım belə. Dostumla, Ayxanla bura baxırdıq. Burada yazılar var ki, bəs hara getmək lazımdır. Ayxan mindi qatara. Mən də bu aralıqdan başa düşmürəm. Mən də şey axtarıram burada. Lövhə axtarıram ki, hardan hara getmiyor. Ayxan mindi getdi. Qapını basıram, heç kim açmır da. O avtomatik bizdə Latviyada məsələn qapını basırsan, açılır. Basıram, açılmır. Sən demə bugün gərək tez minməlisən. Metro getdi, mən də qaldım burada. İndi gözləyirəm o birisi astanovkanı gəlsin. Onunla gedəcəm. Ayxanı tapdım. Bir astanovka sonra gəldim indi. Bu da metrodan çıxandan sonra Stefan Flas'ın görünüşü və nəhayət o budur. Çox gözəl görkəmi var və böyükdür. Bu da həmən Sabor. Burada gəldik, buranı da görürük. Bir çəkib sizlə paylaşacağım. Kanala abunə olmağı, like atmağı unutmayın. Bu həmən o. Salamünaleyküm. Görünən gözəllikdir. İçəri giririk, ora daxilə. Salam millət, indi yuxudan durmuşam mən. Ayxan hələ durmadı yuxudan. Mən də düşdüm bir görüm burada. Coffee shop falan belə bir yer tapım. Olmasa qayıdacam otelin breakfast vaxtına. Səhər saat 9-6 falandır bu indi. Çox yəni yorğunam, yəni həm də çox da yaxşı yatmamışam. Ona görə sözləri düzgün qura bilmirəm. Çox düşlər demişkən affedersiniz. Belə gedim simit falan alım. Burada çünki düşlərin mağazaları çoxdur. Hal-hazırda balaca qar yağır dolu ilə bərabər. Görüşənədək digər videolarda çəkəcəm sizə. Əziz dostlar, 3 dənə simit aldım, bir dənə də kofe aldım. 8 euro ödədim hamısına. Burada da dayı tük çıxdı. Yəni burada başqadır, yəni öz bizimkiləri görəndə adam halı ruhu açılır. Yoxsa Latviyadakı kimi hamı soyuq, heç kimdən danışmır. Yəni fərqli, tamam fərqli bir millət. Hamiyada ikinci səhər yemək yeyir. Görüşənədək. İndi biz buradan bu gün çıxırıq, gedirik Çexiyaya. Çexiyada görüşmək üzrə. Millət indi gedirik Çexiyaya, České Budějovice. Hal-hazırda bu gün Happenfoss aeroportundayıq. Bu da o. Qatarı tapıb minib gedirik indi. Oldu. Deməli dostlar, gəldik düşdük. Bizim qatarımız gecikdi. Ona görə də biz
artıq 2 saat gözləməliyik təxmini. İndi bir kafe tapdıq. Həmən qatar yolunun yanında. Həmən kafedə oturmuşuq. İndi abed eləyirik, sonra da gedirik Çexiyaya. Çexiya sərhəddində bilməm, yoxlama olacaq, olmayacaq. Çox güman ki olmaz, Şengen olduğuna görə. Onu da sizə çəkib göstərəcəm. Yeməyə də bu arada bölüşəcəm. Uşaqlar, belə bir dənə yemək gəldi. Neçə evraydı bir yeməyin qiyməti? 13 evradır birin qiyməti. Hinduşkan ağ ətidir, doğranmış, bir də kahı. Yanında da sos verir. Amma qəşəng dadı var. Məncə dəyər. Əziz dostlar, bu hal-hazırda mən gəldim universitetə. Tasting edirik hər ölkənin bir mətbəxinin şirniyyatı və yaxud da yeməklərini gətirmişik. Mən də Latviyadan gətirmişəm. Biz burada prezentasiya elədik. Belə. Çox dadlıdır, yəni bəzi ölkələr var. Xorvatiya, Slovakiya, Kiprın, Türkiyənin tərkibində olan Kipr yox, o biri Kiprın lokumunu gətiriblər. Sonra Belgium chocolate. Çox afigez prosto. Bu belə bomba. Bu mənim qrup yoldaşlarımdır. Belə davam edəcək, gücdən tapmışam universitetin yerini. Hal-hazırda artıq Çexiyadayım. Sabahınız xeyir uşaqlar, durmuşam, indi gəlmişəm. Uşaqlarla görüşə gəlmişəm. İndi biz Erasmusun ilk günündə tanışlıq oldu. İkinci günündə isə biz Çexskiya Budyovicənin, Çexiya şəhərində olan Çexskiya Budyovicənin gəziləsi yerləri və turizm yerlərində olaraq şəkil çəkdirib paylaşmalıyıq. Belə, bu arada bura indi hal-hazırda çox soyuqdur. 0-1 dərəcə var Latviyaya baxmayaraq, amma qar yağır, yağış yağır. Bura daha soyuqdur Latviyadan. Belə.
Discussion time. İndi diskussiya edirik. Okay, that's fine. I think because all the Gen Zs are on social media. I think that's all right, yeah. Leksiyadayıq. And we will have this lecture about it. And first part we'll have Müəllimimiz biz təqdim edir. Deyir biz Latviyadan gəlmişik. Thank you. Our work helps in our decisions, but not just copy-paste everything and send it to me, because some work has to be done by ourselves. What that is, we'll talk about a bit later. So, В общем, uşaqlar, biz indi universitetdən çıxmışıq. Da, universitetdən çıxdıq, indi uşaqlarla gedirik karaoke'yə. Вот у нас, давайте на русском я буду говорить. Вот Айхан Здравствуйте. Привет! из Украины, из Кипра, если точно. И она из Грузии, но тоже из Кипра. Да. У нас еще девочки из нашего университета. Университет Узбекистан. Университет Узбекистан. Да. И еще чешские ребята из Болгарии, из... Uşaqlar, в общем, Azərbaycan dilinə keçirəm. Bolqariyadan, Slovakiyadan, Çexiyadan və s. kimi digər ölkələrdən bizdə tələbələr bura gəlibdi. İndi gedirik karaoke'yə. Bir sinif yoldaşımız Ukraynada. İndi bizim indi komandadır, Rusca danışırıq onlardan hamısı ilə. Belə. Karaoke'də də biraz çəkəcəm sizə, qəşəng göstərəcəm. Oldu. İndi uşaqlar biz gəlmişik bura istirilat eləməyə. Şəkil çəkdiririk. Bizim bu YouTube'umuzadır. Ну, я делал фотку. Все. Фотка elədik, indi gedirik istirilat eləməyə. Да. Что бы хотел бы сказать в YouTube? Tamam. Все, пока getdi. Uşaqlar, в общем, ikinci yerə çıxdım. Birinci oyunda, dördüncü yer, ikinci oyunda. İkinci yerə çıxdım. Bütün Balqarları, Vengerləri hamısında, yəni Türk imperiyası kimi hamısını qırdım, tökdüm də, в общем. Все. Belə uşaqlar hamısı şeydir, tərifdir. Что скажешь на YouTube? Пиздец нахуй, блядь, я спотела. Все. Что скажешь на YouTube? На болгарском. This is Western. Давай, ты на болгарском что-то скажи, YouTube. Добре. Сам смотрит на меня. Добре. Обичаме ви всички. Абонирайте се на канала, ставите лайки и всичко добре ви пожелавам. Ya. O. Beləliklə çıxdıq, indi gedirik artıq gəzməyə, yəni evə. Sözün açığı çox tərlədik, biraz dincəlib, indi çıxırıq Christmas Market-ə gedirik. Belə. Kanala like atıb abunə olmağı unutmayın, sabahları da paylaşacaq, hələ 4 gün buradayıq. Salam uşaqlar. Səhər durmuşuq, indi gəlmişik ekskursiyaya. Pivə zavodunun ekskursiyasındayam bu gündərim. Çünki Çexiya pivəsi çox populyar pivədir. İçəri giririk və sizə də göstərəcəm yavaş-yavaş hər şeyi. Belə işlər. Bu da onların sərgiləridir. Beləliklə bizə fəhlə paltarını geyindi. Axırda ki, fəhlə paltarı geyindi. Amma qızlar fəhlə paltarı geyindi. Bu. Belə pivə zavodunun içində indi. Tarix danışılacaq. Vlog yes, yeni YouTube vlog. Can you see over me? Yeah.
teaches their students. Pivo zavodunda pivi içməyə ayrı bir ləzzət var. Nətər dayxan? Bomba kimi. Ne bileyim ben. Как тебе понравилось? Бомбовое пиво. Как тебе понравилось? Да. Понравилось? Hello. Смотри. Давай, пошли. Хавана Гилу. За Филиппа Киркорова. За Алла Пугачёва. Я человек вообще не пью. İndi prezentasiya ilə məşğul oluruq. Mənim qrupumda. Bu da müəllimimiz. Uşaqlar, deməli gəldik Christmas marketə. Christmas marketdəyik. Universitetin öz Christmas marketi var. Belə bir yerdir. Burada yolka var. Və belə bir şeydir. Normalni. Bu ilə uşaqlarla gedirik mərkəzdə gəzməyə. Deməli, çox yoruldum. Biraz Christmas marketdə gəzdim. İndi şəhərdəyəm. Bunların Çexlərin milli mətbəxini sınayıram. Burada soğan verib də, karamizə olmuş soğan. Bir də göbələkli nəysə veriblər. İndi dadına baxacağım. Yəni burada Latviya ilə eyni qiymətdir hər bir şey demək olar ki. Сейчас мы... Uşaqlar, indi biz yemək yedik. Kofe içdim. Gedirik indi təzədən dərsə girməyə. Səhər dərsə edib. Dərsə giririk. Burada bunların çox böyük mətbəxi var. Böyükdür. Belə. İndi dərsə gedirik. Dərsdən sonra isə şəhərə çıxıb Çex bayrağını almalıyam. Papal fıqarısı o. Diplomlar aldıq. They manage well-being and also they We're translators. translators and also Əziz dostlar, bu gündən prezentasiya oldu. Prezentasiyanı elədim. Sertifikasiya verdilər. Yəni sertifikasiya da oldu. Sertifikat verdilər bizə. İndi gedirik Praqaya. Praqada hardasa 4 saat falan olacaq. Biz qızları yola salırıq. Özümüz təzədən qayıdırıq Česki Budiyevicədən. Səhər tezdəndən Venaya qayıtmalıyıq. Belə. Venaya da qayıdanda biraz orada biraz çəkib bölüşəcəm sizinlə. Hələlik bu qədər, amma Praqada da həmçinin bölüşəcəm şəkillərlə. O əziz dostlar, Praqaya düşdük. Belə gözəl burada mənzərələri var, tikililəri var. Bizim qrup arxadadır. Biz yavaş-yavaş gedirik otelə. Çox gözəl binası var bunların. Belə gəlmişik Gürcü restoranına. Gürcü restoranda xinkal yeyəcəyik. Xinkali. Düz demişəm birincisi. Xinkal yeyəcəyik. Aşağıda da indi nağara falan var. Mən də musiqisi kimi gedib yanında oturub şəkil çəkməyə çalmasam o olmaz. Uşaqlar. Buradayıq. Ребята, смотрим, ребята, смотрим.
Beləliklə əziz dostlar, Viyana, Avstriya, Praqa, Çexiya turumuz artıq qutardı. Artıq gedirəm bugün Riqaya. Artıq bundan sonra Riqada oxumaq başlayır. Yəni vaxtı gəldi, çatdı. Dünənlərim Praqada olduq. Praqa çox gözəl idi, çox həddindən artıq gözəl idi. Gürcü restoranında falan da olduq. Burada Instagram səhifəsi qoyacağım, oradan girib baxa bilərsiniz. İndi isə gedirik Wien Hansfeld Josef stansiyasına, oradan da aeroporta gedirik. Səhər saat 6-dan duranıq, 8-dən 6-dan duranıq. Belə gedirik, oldu. Deməli biz avtobusa mindik, artıq registrasiyadan keçdik, check-in falan eləndi. İndi gedirik samolyota minməyə. Samolyotda da indi biraz çəkərik. Yəni bu günlük Avstriya və Çexiya vloqumuz sona bitdi. Çox sağ olun izlədiyinizə görə. Like atıb kanala abunə olmağı unutmayın. İndi gedirik Riqaya, samolyotdayım.